Bacarıq, motivasiya, real hekayə sloqanı ilə Yaralı Sən rubrikasının ilk bölümündən hamıya salam. İlk bölümün qonağı IELTS və digər bir çox imtahanların pərdə arxasını bilən və bununla da qalmayıb peşəkar coach kimi fəaliyyət göstərən Nərgiz Əkbərovadır. Salam Nərgiz xanım, necəsiz? Salam, yaxşıyam Kamran bəy. Siz necəsiz? Daha da yaxşı oldum, çünki bu gərgin iş qrafikinizdə həqiqətən vaxt tapmısınız və necə deyirlər, dəvətimizi qəbul etmisiniz. Amma başlamadan əvvəl kiçik bir sirr açım. Biraz əvvəl danışdıq əslində, kiçik də olsa. Biz nəzərlə dünən də danışanda dedik ki, ilk dəfə görüşümüzü bilmirəm, xatırlayırsınız ya yox. Çıxanda ilk dediyim şey bu idi nəzərimə ki, xanımın enerjisinə valeh oldum. Yəni sözün əsl mənasında o səhər rutini nə ilə başlayır ki, biz gələndə artıq saat harasa 5 idi, 4 idi. O enerji ora qədər qalır yəni. Nədir o sirriniz? Sirrimi açıqlamamışdan qabaq sizə təşəkkür edirəm dəvət etdiyiniz üçün. Düzdür, iş qrafikimiz gərgindir, amma arada belə maraqlı işlər də olmasa, o qədər enerji davam etmək mümkün olmaz. Səhər rutinimi deyim. Ümumiyyətlə mən hər səhər oyananda yeni bir gün kimi başlayıram və hər zaman onu deyirəm ki, əgər bu gün mən oyanmışamsa, deməli yenidən başlayıb davam etməliyəm. Bu fikirlə oyanıram və bu mənə artıq enerji verir ki, mən davam edim və təbii ki, onun sonrasında bir well-being coach olaraq səhər rutinləri var, su ilə başlamaq, ilk günəşi görmək, bir balkon qapısını açıb mütləq şəkildə təmiz havanı içəri çəkmək. Yəni bununla belə davam eləyir və sonrasında da başqa-başqa işlər. Maraqlı səslənir bayda və həqiqətən maraqlı səslənir. Coachluqla bağlı çox detallı danışmaq istəyirəm. Çünki məncə çox toxunulmalı mövzudur, yəni həqiqətən. Amma ilk hissə olaraq IELTS, Azərbaycan və əlbəttə ki, Cənubi Qafqazdakı bu imtahan ekosistemindən biraz danışmaq istəyirəm. Mənə bu sual həqiqətən çox maraqlıdır. Düzdür, IELTS sistemi özü çox köklü bir sistemdir. Məncə artıq ən azı mənim bir müəllim olaraq rəy bildirməmə məncə ehtiyac yoxdur. Amma bilmək istəyirəm ki, sehirli çubuğunuz olsa, IELTS imtahan qeydiyyatından tutmuş, imtahan gününə qədər nəyi dəyişmək istəyərdiniz və niyə? Maraqlı sualdır. Mən dəyişmə imkanım olsaydı əgər, mən o imtahanın qeydiyyat yox, o imtahan günü ki var, ora belə bir hissə salardım, məcburi hissə ki, kimlənsə otursunlar, bir 5-10 dəqiqə imtahan verən şəxslər söhbət etmə imkanı olsun imtahandan öncə. Çünki mən düşünürəm ki, imtahana hazırlıq nə qədər vacibdirsə, imtahana gələn gün olan əhval-ruhiyyə də çox-çox önəmlidir. O şəxs o imtahan otağına hansı əhval-ruhiyyədə daxil olur? Yəni onu bir sakitləşdirmək, o dediyiniz kimi o enerjidən onlara ötürmə şansı, kaş ki belə bir imkan olardı. Təəssüf ki, bizim belə bir imkanımız yoxdur. Ora daxil edə bilmirik ki, kimlərləsə söhbət edək. Ümumiyyətlə buna icazə yoxdur. Kaş ki olardı. Məncə onda daha fərqli əhval-ruhiyyədə girərdi imtahan verən şəxslər və daha fərqli nəticələr alardılar. Okay, yəni bu qədər çox vacib bir nüansdır deyirsiniz, düzdürmü? 200%. Oh my gosh. Allah. Nərgiz xanım, bugün biraz mif qıracağıq sizlə. Məncə çox mif qıracağıq sizlə. Çox qırmamız gərəkir əslində. Bu sualın cavabını əlbəttə ki, mən bilirəm. Bir kiçik ritorik ola bilər, amma yenə də üstünə varmaq istəyirəm ki, burada ana məntiqimiz daha çox, necə deyirlər, miflər qırmaqdır. Reallığı bilinsə də öz aramızdır. British Council-da bal kəsirlər. Öz aramızdır. Neçə min adam izləyəcək. Neçə min adam da izləyəcək bunu. Nə düşünürsünüz? Yəni bu niyə var? Qayçı ilə kəsirik. Əlbəttə ki, sizin dediyiniz kimi bu bir mifdir. Ümumiyyətlə mən hardasa balın kəsildiyini düşünmürəm. Çünki bu qiymətləndirmə sistemi elə bir prosesdir ki, burada Nərgizin, Kamranın, Jonun istəyi ilə olan bir şey deyil. Birincisi onu nəzərə almaq lazımdır ki, hər bölmə demək olar ki, fərqli şəxslər tərəfindən yoxlanılır və fərqli müəllimlər tərəfindən fərqli ölkələrdə yoxlanıla bilər. Yəni bunu kim kimə tapşırır ki, Azərbaycandan gələn nəticələri kəsin. Aydındır ki, oxu və dinləmə hissəsini kompüter yoxlayır. Çünki burada hazır cavablardır, A, B, C, D olaraq gedir. Yazıda 2 essay var. Onun hər birini fərqli ekzaminer yoxlayır. Danışığı isə başqa bir insan yoxlayır. Yəni bal kəsmək necə ola bilər? Sistemi sadəcə olaraq loru dildə başa salsam, taksi sifariş edirik. İndi şirkətlərin adını çəkməyim. Taksi sifariş edirik. Hardasa bizə yaxın olan bir taksi gəlir bizə qoşulur ki, o bizi aparacaq.
ünvana, düzdürmü? IELTS yoxlanışı da tamamilə belə olur. Bütün kağızlar yüklənilir bir sistemə. Müəllimlər öz vaxtlarını orada yazırlar ki, mən bu gün 10 kağız yoxlaya bilərəm bu saatdan bu saata və 10 kağız ona göndərilir sistem üzərindən. Seçilmir. Ola bilər 2 kağız İtaliyadan olsun, 3 kağız Fransadan olsun, ikisi Gürcüstandan olsun, biri Azərbaycandan olsun. Yəni o müəllimin kimliyi, hansı ölkədən gəlib bu nəticələr, bunun balını biz kəsək və bu essay bir üçün nəzərdə tutulub. İkinci essay də var. Kimlə danışır ki, gəlin Azərbaycanlı kəsək? Əlbəttə ki, bu bir mifdir. Bəli, bu çox yayılmaq. Yəni və mənim hələ də anlamadığım, gəlin real danışaq da, ən azı sosial media hesablarımızı görürsünüz. Bu son 1 il ərzində daha da aktiv şəkildə çalışırıq ki, belgələr o mifləri nə qədər qıra biliriksə qıraq. Amma hələ də bir bariz inancı var ki, bilmirəm dəyişmək istəmirmi, yaxud da biz keçən dəfə mənim qardaşım elə bizim mərkəzdə, yəni təşkil etdiyimiz zaman elə qardaşım imtahana girdi. İmtahanda da çox uğurlu nəticə ilə çıxıb və onda da bu mindset var idi. Bəli. Halbuki gəlin real danışaqda biz artıq sizinlə əməkdaşlıq eləyirik, imtahanları Sumqayıtda çox yaxşı bir şəraitdə keçirdirik. Amma ailəmin içində qardaşımda belə hələ evimin içində. Həqiqətən evimin içində bir ilan varmış deyirdim ona. Və sonuna qədər dedi ki, Kəmran qorxuram, Kəmran narahatam. Deyirəm, okey, nədən? Və başa sala fərqinə varır. İndi bəzi detalları biz tam şəkildə burada rahat açıqlaya bilmirik. Yəni əlbəttə ki, detallar var. Amma həqiqətən də ki, bu miflər niyə var? Bu ayrı bir sualdır. Amma yenə də mən biraz da başqa miflərdən danışmaq istəyirəm. Çünki biz bu dəqiqə elə bir şəxslə danışırıq ki, mənim oponentim elə bir şəxsdir ki, IELTS-ın necə deyirlər, loru dildə G-ni də bilir, B-ni də. Mən bilmək istəyirəm ki, bu bal kəsmək məsələsi bir yana dursun. Başqa nə kimi miflər var? Spesifik orada bu regiondakı bunu qırmaq lazımdır və deyirsiniz ki, Kəmran, bunu da deməliyəm, mən belə bu stage-dən istifadə, bu sənəddən istifadə edeyim. Başqa miflər nədir? Xüsusilə bizim regionda yayılmış mif budur ki, bizim üçün yazı sualları daha çətin olur. Ondan sonra müəyyən aylarda suallar daha çətin, imtahan sualları daha çətin olur. Çünki onda daha çox şəxs imtahan verir və ona görə də sualları çətinləşdirirlər ki, insanlar yenidən imtahana girsin. Əlbəttə ki, bunlar hamısı mifdir. Çünki bir də ki, sualların internetdə olması. Bunların hamısının kökü var əslində. Nəyə görə belə deyilir? 3 aydan bir danışıq suallarının olduğu kitabça var. O kitabçalar 3 aydan bir dəyişilir Cambridge tərəfindən. Və yəni siz də bilirsiniz ki, imtahana daxil olub çıxan bir şəxs götürüb istənilən sosial media hesabında yaza bilər ki, mənə danışıqda bu sual düşdü. Yəni bir 10 nəfər bunu yazsa, yəni Azərbaycanda nə qədər adam imtahan verir ki, IELTS, hamı bir-birini tanıyır, hamı bir-birinə qohumdur ölkədə. O yazır mənə bu sual düşmüşdü, bu yazır mənə bu sual düşmüşdü. Sonra mən də gedirəm imtahana, elə mənə də o sual düşür. Deyirlər ki, internetdə bu suallar hamısı var idi. Yəni internetdə sualların olması mifi buradan yaranır. Yoxsa ki, yəni Cambridge English Assessment hansı ki kontentə cavabdehdir IELTS imtahanında, onların o qədər təhlükəsiz sistemləri var ki, mümkün deyil ki, öncədən suallar internetdə olsun. Bu birinci məsələ. O müəyyən periodlarda deyirlər ki, imtahan çətin olur. O həmin sualların dəyişdiyi dövrü əhatə edir. Sual kitabçaları ki dəyişir, artıq o suallar internetdə olması mümkün olmur. Və deyirlər ki, suallar dəyişdi və artıq imtahan çətin olacaq. Çünki daha çox imtahan iştirakçı var. Bu da əlbəttə ki doğru deyil. IELTS suallarının çətinliyi hər zaman eyni olaraq qalır. Yəni CFR, Common European Framework for Language, beynəlxalq qiymətləndirmə sisteminə əsasən hər zaman eyni çətinlikdə olur. Ola bilər ki, sizə düşən mövzu haqqında sizin ümumiyyətlə heç bir məlumatınız yoxdur. Deyək ki, balinalardan düşüb mövzu. Ömrünüzdə balinalar haqqında heç nə oxumamısınız. İlk dəfə suallar oxuyanda deyirsiniz ki, çox çətindir bu sual. Əslində orada sizin balinalar haqqında biliklərinizi yoxlamırlar da. Yəni tamamilə bir hekayə yaza bilərsiniz onun ətrafında. Balinadan başlayıb çayda qutara bilərsiniz. Amma sualı anladığınızı deyə bilərsiniz. Heç balinalara toxunmaya bilərsiniz. Düzdürmü? Yəni belə mövzular düşəndə başlayır bizim gənclərimiz danışmağa ki, bizdə belədir və eyni ilə qiymət kəsmək mənasında. Amma bunların hamısının yaranmağının əslində bir səbəbi var.
tək səbəbi var. O da nədir? Ya müəllimlərin burada rolu çox böyükdür. Əslində ona gəlmək istəyirdim belə. Onu siz sualınızı yəqin ki verəcəksiniz. Aha. Amma əsas səbəblərindən biri ki, bizim insanımız ümumiyyətlə araşdırmağı sevmir. Və Azərbaycanda ən yaxşı inkişaf etmiş marketinq üsulu word of mouth-dur. O ona nəsə dedi. Hamı bir-birindən eşidir və eşitdiyinə inanır, özü araşdırmır. Ona görə də deyilənlərə inanırlar və bu alır başını gedir, hamı bir-birinə deyir, beləcə də yayılır miflər. Mən bu müəllim faktoruna həqiqətən çox toxunmaq istəyirəm. Mən keçən dəfə biz Cavid bəylə danışanda qeyd etmişdim. Biz daha çox proqram, yəni develop edəndə, inkişaf etdirəndə, hazırlayanda daha çox o İngiltərədəki təcrübəmizə, Özbəkistana səfərimizdə, bir də ki, Vyetnamdan aldığımız müəyyən materiallara borcluyuq. Bunu həmişə demişəm və üstünə varacağam, çünki bu materiallar bizim necə deyirlər, successful resultların, həmişə nəticələrin kökündə dayanıb. Özbəkistanda yenə adını çəkə bilmirəm müəyyən detallar səbəbindən həmin bəy bizə bir dəfə səfərə gəlmişdi. Bu keçən il oldu. Gəldik, danışdıq, oturduq. O da Azərbaycanın bu IELTS sferasına çox maraqlanır. Çünki inteqrə demək olar ki, çox inteqrə işləyirdi. Və dediyi bir söz məni sözlə silməsinə toxundu. Deyir Kəmran, sizdə trainee-dən çox trainer var. Bəli. Və deyir ki, bu sənə problem yaratmır ki, mən düşündüm ki, yəni bu business tripdir, söhbət maliyyədən gedir, burada kompetensiya var və s. axır. Soruşma səbəbi isə buydu. Daha çox tələbə, daha çox problem və daha çox miflə gəlir sizə. Belədir həqiqətən. Siz nə düşünürsünüz, elədir? Yəni o düşünür ki, çox trener var cari olaraq. Trainee-dən çox trenerimiz var. Yenə deyirəm, çox qualified, təcrübəli trenerlərimiz var ki, bununla yəni razılaşmamaq olmaz. Amma düşünürsünüzmü bu bir faktordur və ümumiyyətlə müəllim faktorunun rolu nədir IELTS-da, miflərdə spesifik olaraq? Mən düşünürəm ki, bu həqiqətən doğrudur. Hal-hazırda bəlkə də IELTS imtahanına daxil olmaq istəyən, bu imtahanda iştirak etmək istəyəndən daha çox IELTS müəllimi var və bu heç də o demək deyil ki, onların hamısı çox keyfiyyətli IELTS dərsi deyirlər. Çünki IELTS strukturu olan bir imtahandır. Sadəcə onu deyə bilərəm ki, IELTS imtahanına hazırlaşdırılan istənilən müəllim heç olmasa bir dəfə, ildə bir dəfə o imtahana daxil olub öz biliklərini, öz təcrübəsini yeniləməlidir ki, ingilis dili bacarığını yox, sadəcə o customer journey deyirik. Yəni o imtahana gələn şəxs nə hiss edir, nə baş verir. Biri var qıraqdan bunu başa düşmək, düşünmək, görmək, bir də var ki, o işin içində olmaq. Bu tamamilə fərqli bir təcrübədir və mən belə barmaqla saya bilərəm ki, neçə IELTS müəllimi həqiqətən Azərbaycanda bunu edir. Və onlar nə nəticə? Məcbur deyil onlar hamısı 9 nəticə alsın, 8 nəticə alsın. Amma ən azından yaxşı bir nəticə göstərməlidirlər ki, qarşısındakı tələbəyə heç olmasa bildiyimizdən bir level aşağı öyrədə bilirik də. Yəni bu aydındır. Yəni mən tələbəmin 7 almasını istəyirəmsə, düşünürəm ki, o 7 alacaq. Demək ki, mən 8-lik IELTS-a belə bilməliyəm, düzdürmü? Bu birinci məsələ. İkinci məsələ biraz belə deyək, özlərini sığortalamağı sevir müəllimlər. Əlbəttə ki, mən burada IELTS müəllimlərinin xətrinə dəymək istəmirəm. Sadəcə olaraq bu reallıqdır. Yəni keyfiyyətə təminat yoxdur. Ümumiyyətlə IELTS müəllimlərinin, başqa müəllimlərin, yəni bacarığının keyfiyyətini kim yoxlayır, kim buna təminat verir? Bizdə belə bir qurum yoxdur, düzdürmü? Ona görə də yəni tələbələr də bunu araşdırmırlar. Sadəcə olaraq bəzi müəllimlər özlərini sığortalamaq üçün onlar məsələn tələbələrinə deyə bilərlər ki, bu mərkəzdə yox, o mərkəzdə imtahan ver və yaxud bu ayda yox, o ayda ver, daha asan da olacaqsan, daha yüksək qiymət ala bilərsən və bu tələbənin də araşdırma bacarığı və elə bir təcrübəsi olmadığı üçün bizim təhsil sistemimizdə bunu yaratmır, təəssüf ki, bu bacarığı. Deyir ki, okey, müəllimim belə dedi və müəlliminə güvənir. Ən çox tələbə müəlliminə güvənir. Deyir, müəllimin belə deyirsə, demək ki, belədir. Müəllimliyə mindset elə bir şeydir ki, tələbə düşünür ki, okey, mən əgər X mərkəzdə imtahan versəm, mənim balımı kəsəcəklər, digər mərkəzdə imtahan versəm, mənim balımı kəsməyəcəklər. Artıq British Council-a gələndə aldığı baldan asılı olmayaraq, o düşünür ki, onun balını kəsiblər. 6-5 dalsa, 7 dalsa düşünür 7-5 almalıydı, 7-5 alsa düşünür 8 almalıydı. Və müəllimlər bununla özlərini straxovka eləyirlər, sığortalayırlar ki, sabah tələbə şikayət etməsin. Şikayət edəndə deyəcək ki,
Bax, mən sənə dedim, sənin balını onsuz da orada kəsirlər. Filan aylarda siz imtahan verəndə orada daha çətin olur suallar və s. Tələbə də müəllimdə inandığı üçün əlbəttə ki, buna inanır və bu yoldan davam edir. Amma əslində tələbənin də araşdırmalı olduğu sosial media hesablarında olan sertifikatlar və oradakı nəticələr deyil. Yəni indi Photoshopla insanlar nələr eləyir? Yəni tanıdığın adamları sosial media hesablarında görsən ki, başqa adamlardır bunlar, düzdürmü? Həqiqətən gözüm qabağından keçirdi. Bu adamı görəsən. Elədir. Eləcə də nəticələrin üzərində çox oynayırlar və bu böyük bir biznesdir təəssüf ki. Ona görə sosial media hesablarındakı o uğur hekayələrindən daha çox o mərkəzə gedib, o müəllimlərlə danışıb, o həqiqətən orada hazırlaşan insanlarla artıq uğur qazanmış insanlarla ünsiyyət olub sonra qərar vermək lazım. Çünki bu kifayət qədər maliyyə tələb edən bir hazırlıq prosesidir və IELTS bir məqsəd üçün verir hər kəs. Yəni hər kəsin bir xaricdə təhsil almaq arzusu var, düzdürmü? Heç kəs sadəcə Azərbaycanda bulvara getmək üçün IELTS imtahan vermir, düzdür? Yəni biraz daha araşdırma, biraz daha mən harda və nə üçün bu IELTS imtahanına daxil olacağam, bu mənə nə verəcək? Biraz daha belə deyək, düşünüb, planlaşdırıb elə yanaşmaq lazımdır. Nəinki o belə fışfışalı deyim də, loru dildə danışım, belə hesablar, Instagram səhifələrindəki, ay bizim tələbəmiz belə oldu, biz belə elədik, bir aya IELTS nəticəsi 8 yığdı və hər kəs 8 yığmalıdır deyə bir şey yoxdur. Kimisi üçünsə uğur hekayəsi 6-5-dir. 6-10-5-i yığdı və ona lazım olan yerə artıq gedib çıxa bilir. Bəlkə 6,5 yığan şəxs həqiqətən 2 ay hazırlaşıb və bu uğur hekayəsidir. Bəlkə 8 yığan şəxs 2 ildə ancaq ingilis dili üzərində işləyir. Düzdür? Yəni bunlar çox böyük fərqli bir hazırlıq prosesləridir də. Ona görə onda belə oldu, məndə də belə olacaq. Yox, mənə nə lazımdır? Daha çox bunun üzərinə fokuslanmaq lazımdır. Müəllimlər də bunu etsəydilər çox yaxşı olardı. Diqqətlə dinləyirəm. Yəni bu dəqiqə ibtidai sinif uşaqları, necə ibtidai sinif müəllimləri belə diqqətlə fokuslanırlar ya, yəni həqiqətən də belədir. Danışırsınız, analiz edirəm ki, həqiqətən bu olmasaydı bu belə olardı. O qədər realdır ki, yəni. Biraz da necə deyirlər, IELTS imtahan otağından başlayıb yoxlanışa doğru irəliləyək. Ümumi suallar bu yöndədir. Sosial mediadan bizə ümumiyyətlə necə deyirlər, bir neçə sual gəlir. Əlbəttə ki, biz maksimal cavablayırıq, amma yenə deyirəm, işin içindən gələn bir şəxsin bunu daha cavablaması daha necə deyirlər, authentic, daha rəsmi görünəcək. Ümumi suallar bu yöndədir. Süni intellekt mənim yazımı yoxlayırmı? Otaqda cihazlar nə qədər yenidir? Səs izolyasiyası nə qədərdir? Necədir? Ümumiyyətlə cihazlarla bağlı problem yaşasam nə olar? İmtahanım ləğv olunurmu? Kompensasiyalar necə işləyir? Ümumiyyətlə olurmu? Və yazılarım Azərbaycandakı mərkəzlərdənmi yoxlanılır? O zaman başqa neqativ hallar qarşılaşmırıq. Yəni qarşılaşırıqmı genel olaraq? Yəni suallar daha çox bu yöndədir. Mən əlbəttə ki, bütün sualları birdən vermək istəmirəm. Sizə görə ən vaciblərini cavablamanızı rica edəcəm. Çünki bu həqiqətən də çox böyük bir кейsdir. Bunu biz cavablamalıyıq. Okay, ən asandan başlayım. Yazılarımın Azərbaycanda yoxlanmasından artıq 2018-ci ildən etibarən on-screen marking deyilən bir sistem yaranıbdır. Dediyim kimi o yazı materialları, kağız üzərində olan IELTS-dan danışıram. Onlar bir imtahandan sonra sistemə yüklənilir və gedir artıq marking hublar deyilən yerlər var və bu UK-dədir, İngiltərədədir. Orada fərqli müəllimlər tərəfindən yoxlanılır. Və biz heç vaxt bilmirik ki, onu hansı müəllim yoxlayacaq. Biz onları tanımırıq. Onlar bizim mərkəzlərə bağlı deyirlər. Onlar Böyük Britaniyadakı baş ofisə bağlı işləyirlər. Və bu başqa ölkələrdə bu hublar yoxdur. Yalnız bir ölkədə bu hub var. Yəni Azərbaycanın öz hubu, Türkiyənin öz hubu yoxdur. Kompüter üzərində olan IELTS-da isə bu avtomatik olaraq yüklənir. Artıq kağız skan eləməyə ehtiyac yoxdur. Yəni bir mənalı olaraq mərkəzlərdə writing yoxlanılmır və buna süni intellekt yoxlamır. Hələ ki. Aha. Hələ ki. Okay, demək burada nəsə var. Hələ ki süni intellekt yoxlamır. Listeninglə reading əlbəttə ki kompüter yoxlayır, amma yazı və danışıq isə burada insan əməyindən söhbət gedir. Qaldı ki cihazlara ümumiyyətlə IELTS-in belə deyək texnikasında parametrlər var. Hansını ki bizə Cambridge verir.
ki sizin istifadə etdiyiniz texnika bu parametrlərə uyğun olmalıdır. Çünki biz kompüter üzərində olan IELTS-dan danışıram hal-hazırda. Biz ora müəyyən proqramlar yüklüyürük ki, orada IELTS imtahanını keçirmək mümkün olsun. Biz o parametrlərə uyğun olan texnikanı almaq məcburiyyətindəyik. Və ildə 2 dəfə, 3 dəfə audit olur, yoxlanış olur və inanın ki, birinci o texnikaya baxırlar, parametrlərinə baxırlar və 2 ildən bir ən az bu kompüterlər dəyişilməlidir. Çünki parametrlər yenilənir. Səs izolyasiyasına gəlim və burada laptop olar, monitor olmalıdır deyə bir şey yoxdur. Ekran ölçüsü var. Ekran ölçüsünü təmin etdiyiniz təqdirdə laptopda olar, monitorda olar. Yəni bu belə deyək, bu şansı verirlərsə ki, seçimi verirlər, hansını istəyirsiniz edin. İzolyasiya ilə bağlı deyim. Yəni otaqların heç birində əlbəttə ki, səs izolyasiyası yoxdur. Çünki biz IELTS üçün mərkəz tikmirik. Ki gəlin bunu heç evlərimizi izolyasiya eləmirik də, bütün qonşuların səsi evin içində olur. Həqiqətən yəni. Səs izolyasiyası yoxdur, amma nə var? Qulaqçıqlar var. Qulaqçıqlarımız 100% sound cancellingdir, yəni səs izolyasiyası ilədir. Və biz tövsiyə edirik gələn şəxslərin hər birinə ki, ancaq əvvəldə artıq imtahan haqqında belə deyək, təlimat oxunur imtahanın əvvəlində. Sonra heç bir təlimat oxunmur. Bütün təlimatlar ekranda olur. Yəni bizim səsimizi eşitməyinizə ehtiyac yoxdur. O qulaqçıqları saxlayın, çıxarmayın. Saxladıqları təqdirdə 100% səs izolyasiyası var. Çünki 100% sound cancelling qulaqçıqları alırıq. Və hal-hazırda da bizdə onlardandır. Markasını deməyəcəm, kim istəsə gəlib görə bilər. Mərkəzimiz açıqdır, gəlib görmək istəyənlərə. Sadəcə bizə yazmaqları kifayətdir. İmtahan olmadığı təqdirdə gəlib baxa bilirlər. Onun qulağında saxlasa, artıq kimsə belə deyək ki, burada bərkdən vurur, kiminsə nə bilim qələmi yerə düşdü, o məni narahat elədi. Yəni belə hallarla qarşılaşmayacaq. Bir də ki, otaqda təxminən 4-5 nəfər ancaq imtahan verir. Biz artıq böyük sessiyalar, 15 nəfər bir yerdə otursun, imtahan versin, belə yoxdur. Yəni səs gəlməsi minimumdur. Əgər texniki nasazlıq olarsa, bəzən kompüterdə məsələn sistem üzərindən nasazlıq ola bilər. Yəni bundan heç kəs sığortalanmır. Bu dünya hər yerində baş verə bilər. Burada əsas 2 məqam var. Birinci məqam həmin anda imtahan otağında olan nəzarətçiyə və supervizora bunu dərhal bildirmək ki, onun yaratdığı problemi həmin aradan qaldırmaq üçün. Əgər aradan qaldırılmırsa, heç bir şəkildə bərpa olunmursa, o problemi biz həll edə bilmiriksə, biz həmin şəxsə yeni imtahanla təmin edirik. Hansı halda biz bunları etmirik? Nəticə çıxandan sonra nəticəsindən narazı olan adamlar gəlib deyir ki, həmin gün mənim kompüterimdə falan problem çıxmışdı. Çox qəribə. Biz buna baxmırıq. Çünki təlimatda da deyilir ki, əgər imtahan günündə nədənsə şikayətiniz varsa, mərkəzi tərk etməmiş bunu deməlisiniz. İmtahan nəticəsi çıxandan sonra artıq heç bir şikayətə baxılmır. Çünki bu birəbir nəticə ilə əlaqəli də ola bilər ki, imtahan nəticələri artıq çox tez çıxır. Yəni 24-48 saat ərzində nəticələr artıq çıxır. Ona görə də o gün orada sözünü demək lazımdır. Çox doğrudur. Yəni mən tələbələrim bizim mərkəzə, yəni hansı ki innovasiya mərkəzi bizə çox gözəl bir sistem yaradıb. Tərəfdaşlığımız çərçivəsində artıq 4-cü səhv etmirəmsə 4 dəfə exam keçirtmişik artıq və tələbələrdən çıxanda ilk soruşduğumuz, yəni ən azı soruşsa deyəcəklər ki, tuturam onları ki, okey, yəni necə idi? Stol necə idi? Monitor necə idi? Və qulaqlıq necə idi? Hələ biz də müəyyən artıq inkişaf edə gedirik müəyyən detallarda və ilk pointları odur. Hər şey okeydir. Yəni çünki bəzi kandidatlar demir bunu. Bəli. Sonuna saxlayır. Bu mənim öz təcrübəm, yenə deyirəm, mən IELTS sferasında sırf artıq 5-ci il və dəfələrlə qarşılaşmışam. Tələbəmizin nəticəsi çıxmışdı, hardasa 3 il əvvəl 3 il bundan öncə başıma gəlmişdi. Tələbənin nəticəsi 6.5 çıxdı, gözləntimiz 7.75 idi və daha yüksək idi və mən əlbəttə ki şokdaydım. Tələbə mənə dediyi nəticə çıxan zaman ki, mənim ayaq dəymişdi sistem blokuna, sistem bloku söndü. Mən belə idim ki, yəni bu necə baş verib? Baş veribsə niyə bildirməmisiniz? Mənə niyə bildirməmisən azdan bir? Ən azından mən bir
inform Hazırlıqlı olardılar. olardı. Həqiqətən o qədər belə bəzən bilmirəm bu imtahan stressidirmi? Burada çox faktor var məncə. Mən Siz ona dediniz görə onu. dedim ki, mən onlarla söhbət eləmək kaş ki şansımız olardı. Çünki o ingilislərin bir sözü var ya, one fits for all yoxdur. Amma məsələn indi mən yel fırlanan stolda oturmuşam, düzdür? Kimsə IELTS imtahanına gəldi ki, mən istərdim ki, mənim kreslomu belə də mən boyuma uyğunlaşdırım, yaxınlaşdırım. Kimsə deyir ki, yandakı şəxs yellənirdi stolda, o məni narahat edirdi. Yəni burada maksimum elə bir şey eləmək lazımdır ki, daha çox insan narahat olmasın. Ola bilər ki, tək-tük kimisə nəsə xoşuna gəlir, amma yəni burada 100% hamını razı salmaq mümkün deyil də. Hər kəsin bir istəyi, arzusu var. Amma qarşılaşdığın bir problemi orada mütləq demək lazımdır ki, orada biz onu həll eləyək. Gedib, yeyib içib, yatıb durandan sonra nəticə çıxıb, 7-5 gözləyirəm, 6-5 gəlib, indi mən durum şikayət eləyim, artıq heç kim heç nə eləyə bilmir. Elədir. Yəni bu da bir qəribə şəkildə çoxalır deməzdim. Yəni şəxsi təcrübəmizdən görürük ki, indi daha da necə deyirlər, ingilislər deyir first hand experience-dən görürük ki, uşaqlar artıq problem olan kimi zaten gizlətmirlər. Tam əksinə artıq o mindset yavaş-yavaş oturmağa başlayır ki, hə, deməli problem varsa anında deyək, qoy o problem həll olunsun. Bəli. Sadəcə yenə də hələ də var və çox maraqlıdır ki, imtahana gələn şəxs imtahandan başqa hər şeyə fokuslanır. Divar bu rəngdə idi, stol belə idi, stol belə idi, o mənə belə baxdı, bu mənə belə elədi. Yəni imtahana fokuslanmaq lazımdır. Zaten bura imtahan verməyə gəlmisiniz. Stolun hansı ölçüdə olub-olmasından asılı olmayaraq, əgər hazırsınızsa imtahana, kifayət qədər praktika eləmisinizsə, siz onu yazacaqsınız. Yerdə də otursanız yazın. Biz o ACC imtahanlarını eləyirik remote şəkildə. Baxırsınız ki, Hindistandan, Bangladeşdən qoşulublar. Yəni insanların stolu yoxdur və maliyyə imtahanları verirlər, sertifikasiyalardan keçirlər. Yəni bilirsənsə yazacaqsan da. Yəni burada başqa heç bir səbəb axtarmağa ehtiyac yoxdur. Çox razıyam. Fokusun orada olmasa, fokusun imtahanda olsa, başqa heç nəyə fikir verməsən daha uğurlu ola bilərsən. Bizdə təəssüf ki, fokus hər yerdədir imtahandan başqa. Qınamıram, həqiqətən elədir. Yəni deyirəm, mən tələbələrimi kənara qoyuram, öz qardaşımı götürürəm ki, öz qardaşım çıxanda biz hamıya əlbəttə qələmləri veririk examda falan filan. Axşam soruşduğu sual tam buydu. Kamera stolum aşağı yuxarı olurmu? Bir də belə ruçkanı çıqqıldada bilirəm. Yəni bilmirəm Azərbaycan dilində necə deyim ki, okey olsun. Ruçka qələm necədir? Mən qardaş məsələsi bir kənara. İşin bir də consumer məsələsi var. Fikirləşsən deməli insanlar buna da baxırmış. Bəli, baxırlar. Biri deyir ki, mən oynamalıyam qələmlə. Eyni məsələ. Çıx qələməliyəm. Yanında oturan deyir ki, çıx elədi, mənim konsentrasiyam pozulurdu. Ona görə biz ən sadə, ən ucuz qələmləri veririk. Heç nə çıqqıldamasın, heç nə olmasın. Yazmaq lazımdırsa qələm yazmaq üçündür də. O məktəbdə 1-ci sinif uşaqlarına deyirlər ki, mişqalı qələmlər gətirməyin. Sadə. Ona görə amma həqiqətən hər kəsin bir istəyi var və bunu 100% təmin etmək mümkün deyil. Yəni nəticədə bu bir əyləncə mərkəzi deyil də, imtahan mərkəzidir və biz burada fokuslanmalıyıq ki, imtahan nəticəsi necə olacaq. Tam şəkildə razıyam sizlə. Biraz da əslində bir layihəmiz var ki, mən düşünürəm ki, mən indi sizin o videonuza baxanda orada qeyd olmuşdu 14. Sonra update bir, əlbəttə araşdırma elədik, update bir info tapmadım. Ümid edirəm ki 14-dür, amma ümid edirəm daha doğrusu artıb. Universitetlərin elmi pedaqoji heyət üzvləri təhsil alanlarının IELTS imtahanı təşviq edilməsi barədə layihə mövcuddur. Bəli. Və doğru xatırlayıramsa, bu layihə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə 2022-ci ildən etibarən icra olunur. Bu layihənin tələbələr üçün üstünlükləri nələrdir? Bu barədə ümumiyyətlə xəbərdar olmayan tələbələrə nələri çatdırmaq istərdiniz? Bu layihə dediyiniz kimi 2021-ci ildən başlayıb Təhsildə Keyfiyyət Təminat Agentliyi ilə bərabər Təhsilin İnkişaf Fondu birlikdə bu layihəni həyata keçirirlər. Əlbəttə ki, ildən ilə siyahıda olan universitetlərin sayı daha da artır. Bir çox dövlət universitetləri artıq bu siyahıdadır. Bu nə verir? Həmin siyahıda adı olan universitetlər, yəni tələbələr maraqlanırsa, yenə də başlayırıq araşdırma edə bilərlər. Təhsil İnkişaf Fondunun da veb səhifəsində bu siyahı var. Tələbələr IELTS imtahanına daxil olub 6.5 ola bilər ki, yeni akademik ildən burada artıq dəyişiklik olub. Ona da baxa bilərlər. Yəni threshold belə deyək, tələb olunan bal 6.5-dir. Bu IELTS nəticəsini əldə etdikdən sonra universitetlərinə müraciət edib onu geri ödəniş ala bilərlər. IELTS imtahanının
imtahan məbləğini. Amma bunu imtahanı verib sonra gəlmək lazım deyil. Birinci universitetdə beynəlxalq şöbəyə yaxınlaşıb bu layihə ilə bağlı maraqlana bilərlər. Çünki hər universitetin öz kvotası var. Hər universitetdə neçə nəfər bu imtahana daxil ola bilər. Bəlkə müəllim heyəti də daxil ola bilər. Yəni tək tələbələr üçün nəzərdə tutulmayıb. Hətta müəllim heyəti də bundan istifadə edə bilir. Birinci yaxınlaşıb beynəlxalq şöbədən bunu araşdırırlar. Sonra imtahana özləri hazırlaşırlar. Yəni universitetlər bir çoxu hazırlığı təmin etmir təəssüf ki. Hazırlaşandan sonra IELTS imtahanına daxil olur. Bəzi universitetlər bizimlə əməkdaşlıq çərçivəsində IELTS imtahanını öz universitetlərində təşkil edirlər. Digər universitetlər də hansı bizə müraciət etsə, istəsələr biz onu da təşkil edirik. Ondan sonra tələbələr nəticələrini alır və universitetə təqdim edirlər. Artıq IELTS imtahanının məbləğini geri ödəniş şəklində universitetdən Təhsil İnkişaf Fondundan geri əldə edirlər. Bu layihə hələ də davam edir. Yəni bizim elə bir məlumatımız yoxdur ki, hansısa ildə dayanacaq. İnşallah ki, dayanmaz. Dayansa hər birimizin məlumatımız olacaq. Çox yaxşı layihədir. Təəssüf ki, çox az adam bundan istifadə edir. İldən artır istifadə edənlər, amma hər universitetə verilən say qədər istifadə olunmur. Sonra da hər kəs danışır ki, mən də IELTS imtahanı vermək istəyərdim. Sadəcə çox bahalı bir imtahandır. Mən razıyam, bahalı bir imtahandır. Amma yəni bu şanslar əslində var. Sadəcə bundan istifadə etmək lazımdır. Məlumatlandırma məsələsi mən həmişə demişəm ki, biz keçən dəfə də uşaqlarla danışan deyirik. Naxçıvan Dövlət Universitetidir. Siz onlara tərəfdaşlıq edirsiniz. Sumqayıtda artıq yeni qeyd etdiyimizdə 4 və 5 artıq exam keçirtmişik. Bakıda məncə heç qeyd etməyə ehtiyac yoxdur ki, hansı rakursda, hansı səviyyədədir. Amma yenə də, çünki çox uzağa getməyəcəm. Yəni Naxçıvandan tələbəmiz qoşulub, Naxçıvanda imtahan var ki, və yaxud da Sumqayıtdan indiki tələbələr biz həmişə sizlə danışırıq ki, bir sirr deyil. Hələ də o Sumqayıtda imtahan mərkəzi o faktorunu belə uşaqlara necə deyirlər, çatdırmaqmı deyək, kobud dildə yedirtməkmi deyək, absorb etdirməkmi deyək. Çünki siz bir şey vurğuladınız ki, bu mən çox sevdim. Araşdırma məsələsinə bəli. Çünki uşaqlar qırılır. O ki, bəlkə də var. Çox, məsələn, biz adi təqaüd proqramı ilə işlədik. Təqaüd proqramının tam 6 ay sonra bizə yazanlar var idi. Təqaüd proqramı var imiş. Ki bir qəribə bir şey var. Bəli, təəssüf ki, bizdə bu araşdırma məsələsi yoxdur. Yəni bu tək uşaqlarda deyil. Yəni bu yaxınlarda bir tədbirdə bir IELTS müəllimi mənə yaxınlaşıb. Deyir, mən bilmirdim sizdə tərəfdaşlıq layihəsi var, IELTS mərkəzləri, IELTS hazırlayan kurslarla. Mən çox istəyirəm. Halbuki bu proqram bizdə 2018-ci ildən var da. Yəni görün 7 il keçib üstündən və sırf bu işlə məşğul olan şəxs deyir ki, mənim xəbərim yoxdur. Bunun əslində tələbələrin məlumatı olmamağı, araşdırma etməmələri də müəllimlərindən qaynaqlanır. Müəllimlərin də bunu məsləhət görməməklərinin mən sadəcə bu aralar onun haqqında fikirləşirdim. Çünki müəllimlərlə çox görüşürəm. O qədər doludular ki. Elədir. Yəni cədvəl o qədər doludur ki, ən az 14 saat dərs keçirlər. Yəni bu insan beyni üçün, insan zehni, insan bədəni üçün bu həddindən artıq çoxdur. Yəni bu qədər avtomatlaşdırılmış robot şəklində bu dərsdən çıx, o dərsə gir, o dərsdən çıx, o dərsə gir mümkün deyil. Birincisi əlbəttə koç olaraq mənim beynimdə bu sual yaranır ki, bu insanlar nə vaxt yaşayırlar? Yaşayırıqmı? Sualı dəyişək. Çəkilişdən sonra mən bu sualı sizə verəcəm. Bir də ki, o qədər dərs deməyə fokuslanıblar ki, başqa heç nəyə vaxt yoxdur sadəcə olaraq ki, özü bilsin ki, müəllimin tələbəsinə də bunu desin. Əslində müəllimlər üçün də o qədər gözəl proqramlar var. Özləri də yararlana bilər, ondan sonra onların tələbələri də yararlana bilər. Təəssüf ki, hamı robotlaşmış şəkildə səhər 8-dən axşam saat 11-ə qədər bu dərsdən o dərsə, o dərsdən o dərsə və mən burada keyfiyyətin çox yüksək olduğuna inanmıram açığı. Çünki insanlar motivasiyasını başqa-başqa mənbələrdən almalıdırlar ki, işlərinə fokuslana bilsinlər. Ona görə yəni bu haqqda məlumatlar yoxdur. Müəllim almalıdır ki, tələbəsinə ötürsün. Müəllim araşdırmağa vaxtı olmalıdır. Tələbəsinə deməli ki, belə bir layihə var, get universitetdə araşdır. Hamı robot şəklində oradan çıxır, ora gedir, bu işi görür, kitabı bağlayır, gedir sonra orada kitabı açır. Okey, vaxt gedir, kəmiyyət var, amma ortada keyfiyyət yoxdur. Budur, səbəbi yalnız budur ki, insanlar çox yüklüdürlər və çox yüklü olmaqlarını özlərini belə necə deyim, razı salırlar ki, mən çox işləyirəm və bu kifayətdir. Əslində çox yox, daha keyfiyyətli işləmək lazımdır məncə.
Çox razıyam. Sözün əsli mən aslında o qədər çox razıyam ki, yəni bəzən deyirik ki, həqiqətən bu qədər çalışırıq, ortaya bir şey çıxartmağa çalışırıq, bir şeylər etmək istəyirik, amma yəni müəyyən bir yerdə sözün əsl mənasında dirənirik. O dirənmə səbəbi də siz demiş ki, bu necə deyək, külli bir işdir ki, üstümüzə götürmüşük. Mənim 4 gözdən gözəlimsə bu da əslində. Ayımsan 3 aşağı 5 yuxarı, yəni audience, yəni izləyicilərimiz müəyyən qədər bəlkə də müəyyən şeylər bilmirlər, öyrənəcəklər, amma düşünürəm ki, mən həmişə demişəm, koçluq bir yana, mentorluq bir başqa bir şeydir. Yaş burada öz sözünü deyir. Burada yaşınızı o baxımdan vurğulamıram. Çox sağ olun. Queen Elizabeth çıxanda gedir ki, okay, üzümə yaşınızı vurduğum üçün like çox təşəkkür. Amma həqiqətən yaş təcrübə faktoru həqiqətən sözünü deyir. Mən ona görə biraz da karyera yolunuzdan, liderlik bacarığınızdan və koçluqdan danışmaq istəyirəm. Gəlin ən başdan başlayaq. Mənə maraqlı sual ki, demək olar ki, 2-3 sual sırf mənim marağım əsasında qurulub. British Council-da imtahanlar üzrə menecer vəzifəsindən LinkedIn yalançısıyam. Düzdür. Cənubi Qafqaz üzrə imtahanlar rəhbəri vəzifəsinə gedən tamına 16 illik yol. Detalına varsam 16 il 5 ay. Dünən baxdım. 17-yə gedirik. Gerçəkdə bu 16 il sözün əsl mənasını dəyişdi. Yəni bu səlahiyyətdir, dəyişən riskdir, yoxsa anam həmişə deyərdi, dəyişən şahmat taxtasıdır karyeranızda. Hansıdır sizcə? Şahmat taxtasındakı oyunçuların sayıdır. Bunu gözləmirdim. Niyə, nə təsir edir və necə? Mən British Council-a 16 il öncə gəlmişəm və mən bu ilk iş təcrübəm deyildi. Ondan öncə də xarici təşkilatlarda çalışmışam. 17 yaşından etibarən həm oxuyub, həm çalışıram. Və böyük neft şirkətində işləmişəm. Çox maraqlı başqa bir Amerika Birləşmiş Ştatlarının layihəsi vardı Azərbaycana. Bioloji laboratoriyalar qurdular. Çox maraqlı bir layihədə çalışmışam. Sonra isə MBA təhsilimi bitirib Azərbaycana qayıtdıqdan sonra yolum British Council-la kəsilib və daha öncə heç vaxt British Council-da olmamışam. İngilis dili kurslarında falan o vaxtlar məşhurda heç vaxt yolum kəsişməyib. Və mən British Council-a imtahanlar üzrə IELTS koordinator olaraq gəlmişəm. Yəni 16 ildə mən bunun mətbəxini bilirəm. Mən gələndə sadəcə kağız üzərində IELTS var idi və ayda bir dəfə keçirilirdi və qiyməti çox ucuz idi. İndi kimlərsə görüşürsən ki, o vaxt mən IELTS verəndə IELTS bu qiymətə idi. Mən də onda deyirəm ki, onda iPhone yox idi. Biz knopkalı telefonlardan istifadə edirdik. Bu dövrdə nələr dəyişib? Ümumiyyətlə mən uzun illərdir British Council-da qalmağımın 2 səbəbi var. Birincisi, həm fərd olaraq, həm peşəkar olaraq insanı yetişdirən bir təşkilatdır. Dəyərlərə çox önəm verən və yetişdirən bir təşkilatdır. Əgər potensialınızı göstərmək istəyirsinizsə, həqiqətən həvəslisinizsə, yəni sizin burada böyüməyiniz, irəliləməyiniz çox belə deyək, mümkündür. Asan deyil, amma mümkündür. Çox böyük təcrübə qazanırsınız. 110 ölkədə British Council-ın nümayəndəlikləri var. Düzdür, belə bir mif var ki, xaricilərlə işləmək asandır, amma inanın mənə asan deyil. Onun öz çətinlikləri var və nəzərə alsaq ki, sizin rəhbərləriniz fərqli ölkələrdəndirlər və onlar 3 ildən bir hamısı dəyişir, yeni insanlar gəlir və mastdır, yəni dəyişməlidirlər, dəyişirlər. Siz hər 3 ildən bir yeni komandalarla işləyirsiniz. Bu özü böyük bir təcrübədir və öz karyera yolunda irəlilədikdən sonra əvvəl öz mərkəzimizin rəhbəri oldum. Başqa imtahanlar gəldi. Sonra remote hub açdıq ACC. Dünyadakı ən böyük 5 remote hubdan ən böyüyü Azərbaycandadır. Onu və biz işlədirik hal-hazırda. Sonra Cənubi Qafqaz qoşuldu. Burada əlbəttə ki, səlahiyyətlər artır. Səlahiyyətlər artdıqca, bu da bir mifdir. İnsanlar düşünür ki, sən müdürsən, sənin işin az nə iş görürsən ki, əlbəttə belə deyil. Ola bilər action olaraq işin azalır, daha az yazırsan, amma məsuliyyətin daha çoxalır və əlbəttə risklər də artır və mən risk almağı çox sevirəm. Mən düşünürəm ki, risk almayan insanlar qabağa gedə bilmirlər və sən rəhbər vəzifəsinə gəlmisənsə, artıq bir mənalı olaraq imza atırsan ki, mən risk alacağam. Mən bunun üçün gəlmişəm. Yəni rəhbər vəzifədə olub risksiz işləmək qeyri-mümkündür. Belə bir həyat yoxdur təəssüf ki. Kəşke olardı. Amma niyə görə dedim
şahmat taxtasındakı oyunçuların sayı çoxalır. Çünki bayaqdan öz komandan idi, sən idin və öz balaca dünyan var idi. İndi sənin dünyan böyüdükcə oyunçuların sayı da böyüyür. Çünki komandan var, başqa komandalar var, səndən gözləntilər var. Sən artıq hardasa səlahiyyəti öz üzərindən ata bilmirsən ki, mənə aid deyil, mən bunu eləmirəm. Çünki sən artıq daha yüksək vəzifədəsən, daha rəhbər vəzifəsindəsən. Cəmaət səndən xəbər gözləyirsən ki, mən deyəcəksən də belə. Bunu çox sevdim həqiqətən. Ona görə deməlisən, yəni bir qərar verməlisən. Yəni hər biri həqiqətən artıb, amma çox zövqlü bir yoldur həqiqətən. Diqqətlə dinləyirəm. Hər söz xüsusilə seçilir. Yəni bu videoda bir parçası məncə olması gərəkir ki, yəni təcrübən sözün əsl mənasında bir şəxsin təcrübəsi, bir şəxsin genel olaraq experience dediyimiz o şey sırf onun işlədiyi yerlə nəsinə bağlı deyil. Gördüyü o ətrafındakı mühit, o deyirsiniz o say və sairə çox amma çox vacibdir. Elə buradan yola çıxaraq gedirəm. British Council da imtahanlar segmentində spesifik olaraq da çalışdığınız dövrdə ideal keyfiyyətlə real məhdudiyyət toqquşanda verdiyiniz ən çətin qərar nə olub? Bilirəm, burada müəyyən limitlər var, müəyyən şeylər deyə bilmərik, müəyyən şeylər deyə bilərsiniz, amma benzə ilk gələn bu şey ki, indirect o management-a aid ki, hə bax bu pointdir, necəsə bunu şey eləmək olar. Çox maraqlı suallar hazırlamışsınız. Əslində iki şey qeyd edə bilərəm əslində. Bir British Council-da bu işə götürmə prosesi var ki, bizdə məsələn daxildə belə Nərgiz sən çox yaxşı işləyirsən, gəl səni bu vəzifəyə keçirdə prosesi yoxdur. Sən yəni karyerada irəliləmək istəyirsənsə, birinci növbədə o iş yeri açılmalıdır, vakansiya. Sən ora digərləri kimi ərizə formasını doldurmalısan, intervyuda iştirak etməlisən digərləri kimi, seçilərsən, seçilməzsənsə goodbye. Bu məsələdə əslində bəzən düşünürsən ki, bu adam o işə çox uyğundur. Amma sən o adamı ora qoya bilmirsən. Fikirləşirsən ki, kaş ki belə bir imkanım olardı. Sonra çevirirəm kanalı. Çox maraqlıdır by the way bu. Kanalı çevirirəm, deyirəm ki, yaxşı ki belə bir şans yoxdur. Bunu gözləmirdim sizdən. Niyə? Çünki əlbəttə daha rahatdır. Öz o tanıdığın, bildiyin, işinə bələd olduğun adamı gətirib bura qoymaq ki, bu burada ideal olar. Amma sən gözlənti yaradırsan digərlərində. Sabah başqa biri gəlib deyə bilər ki, mən düşünürəm ki, ora uyğunam. Burada artıq konflikt yarana bilər ki, amma mən düşünmürəm sən ora uyğunsan. Burada konflikt yaranır. Bu corporate culture deyilir. Beynəlxalq təşkilatların məncə ən güclü tərəfi budur ki, sən ancaq proseslərə istinad edirsən ki, bax, mən çox istərdim səni bura qoyum, amma proseslər bunu demir. Bir burada hər zaman yox, bəzən məndə belə bir dilemmalar olub ki, axı bu insan daha çox yaraşardı ora, daha yaxşı iş görərdi. Heyf ki, bunu etmək olmur və orada hər zaman o çətin qərarı vermək məcburiyyətində qalmışam. İllər ərzində ki, yox, proses üzrə getmək lazımdır. Kim seçilər, o seçilər. Bir də imtahan verən şəxslər bir də görürsüz, gəlir nənəli, babalı, hamı ağlayır ki, ay mən orada bir sualı yazmadım. Kağız üzərində imtahanda daha çox olurdu və yaxud belə deyək də, o UKVI IELTS imtahanını ancaq biz eləyirik də bilirsiniz və orada əgər pasportu ilə gəlməyibsə, yəni qeydiyyatdan keçdiyi sənədlə gəlməyibsə, mümkün deyil imtahana daxil olması. Mümkün deyil də, olmaz. Sənədi dəyişdirmək sistemdə olmaz. UK Visas Immigration baxır bu sistemə. Mənim icazəm yoxdur da. Və biz bunu deyirik ki, başqa imtahana qeydiyyatdan keçib gəlməz. Əlbəttə ki, evi yaxındırsa, kimsə imtahan başlayana qədər qeydiyyat edə bilirik son dəqiqəyə kimi. Gətirə bilirsə sənədi, biz o zamanı onlara tanıyırıq. Amma imtahan başlayana qədər o sənədi heç kəs gətirə bilmirsə, getməlisən, o imtahan batır. Bilirsiniz ki, UKVI imtahanı digərindən daha bahalıdır. Yəni, insan olaraq, bəzən bir ana olaraq, bir bacı olaraq düşünürəm ki, yəni mən bilirəm də bu adam şəklini görürəm, əlində sənədi var, ondur. Amma qaydalar ona icazə vermir. Sonra deyirəm ki, okey, yəni burada kiməsə yazığın gəlib, vicdan falan deyəcəksin, amma başqa bir yerdə də səndən istəyə bilərlər ki, hansısa qaydanı pozasan, onda nəyə əməl eləyəcəksən? Ona görə də corporate culture-la gedib qaydalara əməl etmək lazım. Yəni bu yerdə dilemmada qaldığım vaxtlar olub. Açıq deyəcəm. Cavabınız, reasonlar, yəni səbəblər cavabı təsdiqləyir. Yəni niyə bu olmasın əslində bilirsiniz. Sadəcə o insan faktorudur da məncə. İnsan faktorudur. Yəni deyirsən ki, eləsəm nə olar ki, qoy girsin imtahana yazıqdır, amma sonra deyirsən yox, mümkün deyil. Çünki bir dəfə etməyinə baxar.
Anladım. Bir dəfə Davamı gələ etdinsə, bilər. davamı gələcək. Ya özün deyəcəksən ki, etdim də nə oldu ki, heç nə olmaz, qoy yenə eləyim bunu. Həm də ki, burada axı hamı bir-birini tanıyır, hamı bir-birinə qohumdur. Yəni nəzərə alsaq ki, yəni mən həmişə deyirəm ki, Bakı, nəinki Bakı, Azərbaycan çox balaca yerdir. Azərbaycan mən həmişə demişəm də, həmişə də bunun üstünə qalacağam ki, mənə görə Azərbaycan 3 şəhərdir, 3 yerdir. Naxçıvan, Sumqayıt, Bakı. Goranboy da var, xahiş edirəm, xətrimə dərsin. Yox, o videoya xüsusilə baxmışam. Refer verə bilmirəm, amma Goranboydan Amerikaya gedən yol məsələsi çox detallı baxmışam ki, aman tanrım, oradan ora və necə, yəni təcrübə, çox şey sığdıra bilmirəm. Kaş ki part bir neçə parta ayırsaydım. Amma yenə də nə qədər sizdən onu deyir ala bilsəm, nə qədər ötürə bilsəm, bir o qədər əla. Mən bir məsələ, buyurun. Mən bir məsələyə fokuslamaq istəyirəm. Nəzirlə danışdığımız məsələni sizə dedim. Mənə görə ilk görüş həmişə vacibdir. Mən həmişə hamıya demişəm ki, mən çox danışa bilərəm müəyyən nöqtədə, məni üzürlü bilin. Və yaxud da mən çox gülə bilərəm stressdən dolayı və yaxud da heç danışmaya bilərəm. Və normalda da bu mənə kömək eləyir əslində. İnsanları tanımaqda qəlbə şəkildə. Yəni insanlar məni necə manage eləyir həmin anda. Yəni okey, bu gülmürsə, nəsə eləyə, davamını gətirə və yaxud da bu çox şəndir, necəsə ciddi fazaya keçirdə. Balans qorumaq bu da çox az adamda olur. Çox görüşdə olmuşam. Son spesifik olaraq 3 ildə məndən də çox olmusunuz siz görüşlərdə. Bu görüşlərdə həmişə görmüşəm ki, məni qarşı tərəf hər zaman balanslaya bilmir. Sizinlə görüşdüyümüz həmin o ilk meeting birinci dəqiqəsindən o son dəqiqədə verdiyiniz suala qədər nöqtə vergülü ilə yadımdadır. Yox ki, çox wow müəyyən pointləri danışmışıq da, yəni critical müəyyən şeyləri əlbəttə danışmışıq. Amma elə yerdə elə balanslaşdırıldığımı sonradan fərqinə vardım ki, hə demək Kəmran bu belə olmalı imiş. Amma bir məsələ mənə o vaxtdan qaranlıq qaldı. Yenə deyirəm, internet yalancısıyam. UNEC-də bir lecture, müəllim kimi bir fəaliyyətiniz olub müəyyən bir dönəm. 2 övlad anasısınız. Həyat, ailə, coachluq, management, British Council saya bilərəm, davam eləyə bilərəm. Balansı harda necə qurursunuz? Çünki mən öz adımdan danışıram. Mənim ən böyük problemim hər zaman balans olub. Mənim sosial həyatım heç bir zaman olmayıb, böyük ehtimal ki olmayacaq. Amma mənə çox maraqlıdır ki, çox ağırdır bunların hər biri bir yerdə. Çünki bu 20 mən həmişə qardaşım deyir ki, kaş Kəmran sənin üçün 26-cı saat çıxardı ki, onu saxlayardın. Necə balansı qurursunuz? Necə mümkün olur bu? İlk öncə onu demək istəyirəm. Birincisi çox sağ olun, təşəkkür edirəm. Haqqımda çox yüksək fikirdəsiniz. İkincisi onu deyim ki, balans dediyimiz, yəni bəzən insanlar bunu elə başa düşürlər ki, work life balance. Yəni mən nə qədər işləyirəmsə, o qədər istirahət eləməliyəm də. Bu əlbəttə ki, belə deyil. Yəni bu elə bir dünyada yaşamırıq da. Biz 7 saat işləyirsə 7 saat istirahət eləyək, 7 saat ailəmizlə olaq. Yəni gün ona icazə vermir və əlbəttə ki, iş yerlərimizdə daha çox vaxt keçiririk, təəssüf ki. Bu belədir. Amma mən necə balanslaşdırıram? Hər birimizin rollarımız var da. İndi siz məsələn burada məndən podkast çəkirsiniz, düzdür? Biz bir görüşdə biznes tərəfdaşıq, digər bir yerdə siz IELTS müəllimisiniz, qardaşınızdan danışırsınız, qardaşsınız. Mən hər bir rolumda digər rollarımı söndürürəm. Yəni mən işdə nə yemək bişirəcəm onu düşünmürəm. Mən evə gəlib bu arada çox yemək bişirirəm. Aha, görürəm storylərdən əslində. Keçən lobyanı pisləmişdiniz by the way. Hələ də yanıqlıyam o storydən. Cavab yazmağa vaxtım olmadı. Çox sevirəm. Özdə necə? Başa düşə bilmirəm. O sonra qoyacağam xüsusalarını. İnsanlar niyə lobyanı sevməlidir, başa düşürəm. Nəysə o başqa bir podkastın mövzusu olsun. Yəni evdəyəmsə, yemək bişirirəmsə, artıq mənim üçün IELTS imtahanı deyə bir dünya yoxdur. IELTS nə olacaq? Sabah Kəmran bəylə podkast çəkəcəm, orada nə danışacağam və yaxud atamla kofe içməyi çox sevirəm. Bakıda ən belə getmədiyimiz kofe shopları axtarıb tapıb gedirik. Ora gedirəmsə, yəni orada ailə məişət necə oldu bizi maraqlandırmır. Atam mənə siyasətdən danışır, futboldan danışır, mən də ona qulaq asıram. Anamla görüşürük, ora gedirik, teatra gedirik, bura gedirik. Ailə məişəti, hamını danışırıq, sümükləri yuyuruq, belə necə lazımdır. Yəni hər bir rolunda digər rolumu söndürdüyüm üçün o balansı yaşayıram. Mümkündür, sözünüzü kəsdirəm, bu soruşmam. Əlbəttə ki, mümkündür. Hər zaman seçim var. Hər zaman. Sadəcə olaraq biz nəyi seçirik? Harda olmağı seçirik və nə etməyi seçirik. Əlbəttə ki, bu dəqiqə sizi danışdırsam, sizə bir 10 dəqiqəlik koçluq eləsəm, siz mənə milyon dənə səbəb gətirərsiniz ki, siz niyə bunları edə bilmirsiniz?
Amma siz Hazıram. sadəcə bunu etmək istəmirsiniz. İstəməməyinizin səbəbləri var. Amma insan istədiyi hər bir şey etmək potensialındadır. Əlbəttə ki, bu adama zamanla gəlir, biraz da yaşla gəlir, biraz da fərqindəliyi artdıqca gəlir. Mən deyə bilərəm ki, mən daha çox bu balanslaşdırmanı koçluqdan sonra 2019-cu ildən sonra daha çox etməyə başlamışam və mən düşünürəm ki, mənim fərqli sahələrdə uğurlu olmağım əslində balanslı həyatdan irəli gəlir. Çünki mənim motivasiya mənbəyim əlbəttə ki, mənim işim deyil. Mənim motivasiya mənbəyim sevdiyim insanlardır, yaxınlarımdır, dostlarımdır. Mən onlardan alıram enerjini, gəlirəm işdə onu istifadə edirəm. Yəni işdən enerji alıram, tartışılır. Oh my gosh. Yəni bunu müzakirə etmək olar və bunu mən hər yerdə deyirəm, burada da deyəcəm. Emily in Paris, yəqin ki izləmisiniz. İzləmişəm. Orada xanım Amerikalı olur, Fransada işləyir. Orada fransız iş yoldaşlarına deyir ki, siz Amerikanlar deyir, işləmək üçün yaşayırsınız. Biz fransızlar yaşamaq üçün işləyirik. Bu həqiqətən də belədir. Mən düşünürəm ki, insanlar yaşamaq üçün işləməlidirlər. Yəni iş sadəcə olaraq bizim xoşbəxt yaşamağımız üçün bir alət olmalıdır. İşlə həyat paralel axmalıdır. Ona görə bayaq onu qeyd elədim ki, müəllimlərdə bir həyat axır. İş, dərs. Həyat isə hardasa öz-özünə gedir. Nəticədə amma hər kəs xoşbəxt olmaq istəyir, düzdür? Reallıq. Əslində burdan növbəti sual doğur. Koçluq. Ən sevdiyim işim. Koçluq. Həqiqətən çox maraqlıdır. Yəni yenə də bunu qeyd edəcəm. İnternet yalançısıyam. Mən sizi araşdıranda ki, video qalmadı, xəbərlər qalmadı, video qalmadı ki, hər şeyi izlədik demək olar ki, hər bir nöqtə vergülü. Hər müəyyən müsahibə olanda Instagram hesabınızı izləyirəm, storylərinizi izləyirəm. Mənim refreshim storylərdə həmişə. Orada gördüyüm həmişə bir faktor var ki, Nərgiz xanım biznes hissəsində başqa Nərgiz xanımdır. Koç Nərgiz xanım tamamilə fərqli Nərgiz xanımdır. Çünki storylərdə belə bu bəlli olur. Sonra budur. Niyə bu dövrdə daha çox insan, ümumiyyətlə koçluq real danışaq da bu dövrdə mentorluqdur, koçluqdur, halbuki başqa algılardır. Hələ də insanlar bunu tam anlamış deyillər. Amma bu dövrdə daha da artmağa başlayıb buna istək. Necə deyirlər, demand. Niyə lazımdır koçluq? Niyə lazımdır? Çünki bilirsiniz, bizim məsələn mən öz uşaq olduğum dövrləri xatırlayıram. Müharibə illəri idi. Daha bizim valideynlərimiz üçün həyat daha çətin idi və s. Onlar belə deyək, survival modda yaşayırlar ki, necə elm uşağımı bir yana çıxardım, ev alım, ev tikim, nə bilim, işim qalsın əlimdə, işdən çıxarılmayım və s. Bizim hal-hazırda yaşadığımız dövrdə o Maslow'un üçbucağına görə o aşağıdakı hissələri o qədər doludur ki. Evet. Yaşamağa var yer, yəni məlumat axını çoxdur. Şükür Allaha, yemək, içmək hər yerdə boldur, geyim, keçim və o qədər çoxdur ki bunlar. İnsanlar artıq bir də ki bu sosial media faktoru var ki, insanlar nə qədər az bir-biri ilə vaxt keçirdirlər. Nə qədər az ünsiyyətdə olurlar. Daha çox insanlar öz belə deyək, telefonları, iPadləri onların içində yaşayırlar sanki. Virtual dünyada yaşayırlar. Virtual dünyada yaşadıkları üçün daha çox pul qazanım, daha varlı olum. Çünki hər kəs sosial mediadakı həyatları yaşamaq istəyir. Bahalı həyat. Ona görə də özlərindən uzaqlaşırlar. İnsan özünə elə bir ki, özü burada qalır, gedir də qabaqda. Özlərindən uzaqlaşdığı üçün bu koçluğa indi daha çox ehtiyac var. Çünki insan özündən ayrı yaşaya bilməz. Biz o qədər işləyirik, qabağa qaçırıq ki, ruhumuz bir yerdə hardasa qalır gerilərdə. Bir də ayılırsan, gözün çox qabağa gəlirsən, ruhun hardasa qalıb. Onu dartıb təzədən yerinə gətirmək üçün o koçluğa ehtiyac var ki, əslində biz nəyi nə üçün edirik? Və yəqin ki, sizin də ətrafınızda insanlar var da, deyir ki, şükür Allah, evim var, işim var, maşınım var, ailəm var, amma nəsə çatmır. Tam da bu. O nəsə məmnuniyyətinizin olmamasıdır. Amma siz o məmnunluq hissini hardan alacaqsınız? Sizə o hissi nə verir? Onu tapmaq lazımdır. Onun üçün də koçluq lazımdır ki, siz məsələn, siz niyə IELTS müəllimisiniz? Bəlkə siz nə bilim, fashion dizayner ola bilərdiniz. Niyə olmamısınız misal üçün? Sizi IELTS müəllimliyinə təşviq edən nədir? Həqiqətən etmək istədiyiniz budurmu?
Bəli, hər zaman biz hər şey biz istədiyimiz kimi olmaya bilər. Bilirəm, çox nadir hallarda hər şey hər zaman biz istədiyimiz kimi olur da. Okay, olmursa hal-hazırda olandan biz nə dərs çıxardıb, bundan sonra necə davam edəcəyik? Yəni bunları bilmək üçün mən nə üçün nəyi harda edirəm? Koçluq çox önəmlidir. Bir də ən əsas nə üçün önəmlidir? İnsanların o qədər az vaxtı var ki indi. Evet. Çox az. Ona görə bunu mən kim üçün və nə üçün istifadə edəcəyimi yaxşı bilməliyəm. Buna görə də yox deməyi bacarmaq lazımdır. Bəzən ən yaxınına belə ürəyin qırılsa da yox deməyi bacarıb özünü seçmək lazımdır. Əlbəttə mən bu mesajımın yanlış anlaşılmasını istəmirəm ki, ancaq özünüzü düşünün, heç kəslə görüşməyin, heç kəsin istədiyini heç kəsə kömək eləməyin. Bu o demək deyil. Özünü seç deyəndə biz onu demirik. Sadəcə olaraq birinci öz istəklərini, öz ehtiyacını düşünüb, anlayıb, ona xidmət edib, ondan sonra ətrafa daha yaxşı dəstək ola bilərik. Onlara daha yaxşı kömək edə bilərik. Çünki bizim əhval-ruhiyyəmizdən ətrafımızdakı insanların əhval-ruhiyyəsi asılıdır. Biz yaxşıyıqsa ətrafımızdakı insanlar yaxşıdır. Biz yaxşı deyiliksə ətrafımızdakı insanlar heç vaxt yaxşı ola bilməzdir. Ona görə ilk öncə özümüzü düşünməliyik. Yəni biz demirik koçlar, belə bir bəzi məşhur insanlar da var Azərbaycanda biznes sahəsində. Yəni koçlar da indi danışırlar da. Elə deyil. Yəni biz özünü düşün deyəndə deyək ki, özünü düşün ki, ətrafın da xoşbəxt olsun. Biz amma nə edirik? Hamını xoşbəxt etməyə çalışırıq. Gəlirsən 40 yaşdan 45 yaşına çatırsan, deyirsən ki, ömrümün yarısını yaşamışam. Özüm üçün nə etmişəm? Heç nə. Başlayırsan indiyə qədər dəstək olduğun hər kəsi kim üçün nə etmisənsə, onları günahkar çıxartmağa ki, sənə görə mən beləyəm, sənə görə. Yəni bir yaşa çatanda onu deməmək üçün nə qədər tez özünü düşünməyə başlasan, o qədər daha faydalıdır. Diqqətlə dinləyirəm ki, çox pointlar var ki, mən burada da necə deyim, özümdə də həmişə düşünürəm. Beynimin bir nöqtəsində var ki, Kamran mütləq bir nöqtədə koçluq sənəsi almalısan artıq. Vaxtıdır. Yəni sana tam burdadır. Mütləq şəkildə danışmalısan. Amma həqiqətən çünki dediyiniz o qədər şeylər oturur yerinə ki, hə, bu da var əslində. Bu problemi də zaten Kamran yaşayırsan, məncə çoxları yaşayır. Özləcilərin biz Azərbaycanda yaşayırıq da, bir reallığımız var. Avantajlar bol ola bilər, üstünlüklər çox ola bilər, amma var. O siz dediyiniz bütün detallar realdır. 100%. Doğduğun coğrafiya qəderindir deyək. Bura məncə bir editə qoyun. Həqiqətən də elədir. Yəni bu həqiqətən belədir. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, biz hər zaman hər şey ürəyimiz istədiyimiz kimi edə bilmirik. Elədir. Yəni bu cəmiyyətdə yaşayırsan da, yəni bir nərgiz olaraq mən bu dəqiqə belə deyim, mikrofonumu əlimə alıb gedib istədiyim bir yerdə mahnı oxuya bilmərəm. İnsanların nə düşündüyü mənim üçün önəmli deyil deyə bilərəm, amma mənim həm də bir sosial statusum var. Bir gün o gələcək, mənim üçün önəmli olacaq, düzdürmü? Ona görə mən hərəkətlərimə də fikir verməliyəm ki, hardan nə edirəm? Bu da cəmiyyətin, ölkənin kiçikliyinin, hamının bir-birini tanımasından irəli gəlir. Ona görə də maksimum şəkildə müxtəlif rollarımızda özümüz üçün belə deyək, daha keyfiyyətli həyatı təmin etmək məncə məcburiyyətimiz var. Özümüzə qarşı bu cavabdehliyimiz var. Ən azından bunu etməliyik. Elədir. Bəzi cümlələrdən sonra Kamran deyirəm ki, sus. Bu cümlədən sonra cümlə gəlməməlidir. Sus Kamran. Mənim hər hansı bir şərhim yoxdur. Tam, yəni elə qeyd edirsiniz ki, oturub yenə deyirəm, fikirləşəndə baxırsan ki, çox yerdə Kamran və izləyicilər ki, boşluq var. Niyə doldurmursan? Yəni koçların özləri də koçluq alırlar və bu məcburidir bizim üçün. Çünki koçsan robot deyilsən də, sənin də ilişdiyin, bilirsən buradan necə çıxa bilərsən, sadəcə çıxmaq istəmirsən. İstəyirsən ki, o sualları sənə başqası versin və biz də bu xidmətdən yararlanırıq. Yəni burada ayıb heç nə yoxdur. Hər kəsin danışmağa ehtiyacı var ən azından və bu dost tanış danışığı deyil də. Yəni bu belə deyək, strukturu olan özə qayıdış və həqiqətən özlə bağlı olan bir söhbətdir, belə deyək. Çox maraqlıdır. Nərgiz xanım, keçirik mənim ən çox sevdiyim raunda. Ümumiyyətlə biz tələbələrimizlə də belə kiçik YouTube podkastlar çəkəndə bu hissə mənim həmişə sevdiyim hissə o. Sürətli raund.
Tez-tez suallar verəcəksiniz. Bəli. Suallar mən əslində reasonları, səbəbləri maraqlı deyil. Cavabı da çox maraqlıdır. Okay. Çünki düşünürəm ki, insan faktoru olaraq beyinə ilk gələn cavab əslində ən səmimi və ən real cavabdır. Bəli. Intuisiya məsələsi var. Bəli, Gördüyümüz vaxtda çox vaxt insanlar haqqında olan düşüncəmiz doğrudur. Bəli, həqiqətən elədir. Sözün əsl mənasında. Mən burada Nərgiz xanım, indi sürətli raunda keçim. Zaten qeyd etdim. Burada sizə bir neçə sual verəcəm. Okay. Sizdən ilk ağlınıza gələn sadəcə cavabları vermənizi rica edirəm. Bəzi nöqtələrdə mənim maraqlı gələn hissələrdə əlbəttə ki, saxlayıb sizdən reasonlar istəyəcəm. Okay. Hazırlıqsa başlayaq. Cümlə deməliyəm, söz deməliyəm. Ürəyiniz necə istəyirsə elə. Bu rahatlıq. Çünki mən düşünürəm ki, biz sizdə olan max infonu nə qədər daha çox insana çatdırdıq, bura qədər əla. Maraqlı. Hazırıq? Hazıram. Okay, mən burada nağara kimi belə vurasım gəlir. Getdik. Kağız testi ilə IELTS nostalgiyası yoxsa tam kompüter əsaslı imtahan? Tam kompüter əsaslı imtahan. İnsanlar Marsa uçur. Çox sevdim bunu. Oh my gosh. Nömrə 2. Mükəmməl hazırlıq gününüz hansı olardı? Sakit kitabxana yoxsa dolu bir kafe? Sakit kitabxana. Heç o vibe vermirsiniz. O yaşdayam artıq. Heç o vibe vermirsiniz by the way. Oh my gosh. Eşitməkdən bezdiyiniz IELTS mifi? Balımı kəsirlər. Hayda. Onu məncə çox eşidəcəyik biz hələ. Onu biz hələ çox eşidəcəyik. İzləyicilərimizə ən çox oxumalarını tövsiyə etdiyiniz kitab? Çox düşündünüz. Atomic Habits. Oh my gosh. Mən onu həmişə oxumuram. Məndə bir xassiyyət var. Bunu deyəcəm. Məşhur olan şeylərə baxmıram. Harry Potter-a 20 yaşında baxmışam. Yaxşı vaxtda bax. Əslində uşaq kinosu deyil o. Ciddisən. Niyə o kitab? Bu sualda sırf reason istəyirəm, həm də detallı ki, qoy insanlar da bilsin ki, Niyə oxumalıdırlar. o kitab? Çünki həqiqətən bu vərdişdir. Hər bir şey vərdişdir. Yəni mən saat 5:30-da dururamsa, bu artıq vərdişdir bir yerdən sonra. Mən hər gün duranda avtomatik olaraq su içirəmsə, bu vərdişdir. İlk vaxtlar bunları etmək, deyirsən ki, mən hər səhər bu qədər rutin eləməliyəm. Buna vaxt var. Bir yerdən sonra görürsən ki, necə ki saçını darayırsan, bu da artıq bir rutinə çevrilib, vərdiş halına və sən onu etdiyini fərqində belə deyilsən. Hər şey vərdişdir. Yəni həyatımıza daxil etmək istədiyimiz yeni şeylər, idman eləmək, kitab oxumaq, nə bilim pastili yığmaq, bilmirəm, siz deyin, fərqli işlər, hər biri vərdişdir. Yox deməyi bacarmaq. Bunlar hər biri vərdişdir və o kitabda bunu çox gözəl izah edir ki, vərdiş necə yaranır. Necə arada bir gün onu etməsəniz bu vərdiş pozulur. Niyə biz onu etməməyi daha çox sevirik, nəinki etməyi sevirik? Neçə gündən sonra bu vərdiş halına gəlir. Bu çox-çox gözəl və asan dildə orada izah olunub və insanların həyatının hər nöqtəsində yeni vərdişlərə ehtiyacı var ki, həyat biraz daha maraqlı olsun. Ona görə də məncə bunu hər kəs oxumalıdır. Hər dildə var özü. Super o zaman. Çıxanda ilk işimiz o kitabı almaq olur. Əla. Əgər IELTS əməliyyatları üzrə super qəhrəman var olsaydı, onun əsas super gücü nə olardı? Onun əsas super gücü writing-i ümumiyyətlə oradan yığışdırmaq olardı ki, Azərbaycandakı tələbələr yüksək qiymət alsın. Qətiyyən gözləmirdim bu cavabı. Çünki ən az zəif skoru bizdə writing-dən alır. Çox videolarda cavablanmısınız bu məsələni və orada əslində digər videolarda bunu qeyd eləmisiniz. Çox da üstünə writing-in varmayacağam çünki hamının yaralı yeridir. Digər bir detal. IELTS imtahan günü üçün musiqi playlistinizin ilk mahnısı hansı olardı? Çünki mənə bu dəqiqə lazımdır o. Badəm şərabla dolu qoyardım. Çünki orada çox qəşəng izah eləyir ki. Tam yerində. Məncə heç danışığa ehtiyac olmayacaq orada. O mahnıya qulaq asandan sonra tam yerinə düşəcək. Mən tövsiyə edirəm ki, hər kəs o mahnının sözlərinə diqqətlə qulaq assın. Çox mənalı sözləri var həqiqətən. Niyə hər şey fərqli olur hər kəs üçün? Super. Peşəkar coach kimi ən çox istifadə etdiyiniz bir cümləlik sual hansıdır? Bəs sən nə istəyirsən? Niyə? Səbəbi çox maraqlıdır. Niyə bu sualına başlayırıq? Çünki biz hər kəsin nə istədiyini və özümüzün nə istəmədiyimizi çox gözəl bilirik. Mən sənə çox danışmaq istəyirəm axı. Mən sənə daha çox danışmaq istəyirəm axı. Nərgiz xanım, bir daha bu podkastın bir parçası olduğunuz üçün, həm IELTS, həmçinin karyeranızla bağlı təcrübələrinizi bölüşdüyünüz üçün sizə həqiqətən minnətdaram. Zaten burada hamı görür ki, laptopda müəyyən detalları oxumalı oluram, amma bir də səmimi qəlbdən deyim ki, cidden minnətdaram. Storylərinizi ki, yaxından izləyirəm. İnsanların yaşam prinsipləri, bu tərif deyil. İnsanların yaşam prinsipləri nə qədər sadədir.
onu görəndə və elədiklərini görəndə, bəlkə də siz bunu o tərəfdən görmürsüz, amma inandırım sizə ki, oxuduğunuz universitetlərə qədər analiz eləmişəm ki, oh my gosh, yəni bu da deməli nəsə qata bilər. Bu təcrübə də buna gətirib çıxarda bilər. Bu mənə çox maraqlı gəlmişdi sizdən. Bu qədər gərgin qrafikin, yəni fonunda bu gün ən azı bu 1 saatınızı bizə ayırdığınız üçün sizə cani könüldən minnətdaram həqiqətən. Mən düşünürəm ki, audiensa da, izləyicilərə də biz çox şey ən azı qata bildik. Təcrübənizin 1%-ni belə biz verə bildiksə məncə, çünki məncə niyə deyirəm, 10 parta bölmək lazımdır ki, sizdən daha çox şey ala bilək. Belə, bir daha sizə minnətdaram həqiqətən. Çox sağ olun, təşəkkür edirəm. Artıq ikinci dəfədir qeyd edirsiniz, gərgin iş qrafiki. Mən bu gün burada olmaq istədiyim üçün buradayam. Bu özü də bir seçimdir. Minnətdarıq. Çox sağ olun dəvətiniz üçün. Həqiqətən çox zövq aldım. Sizinlə ümumiyyətlə hər zaman söhbət etmək və komandanız da çox peşəkardır. Sizinlə işləmək çox zövq verir. Sadəcə olaraq bir daha onu demək istəyirəm ki, gənclərimizə, daha çox gənclər əlbəttə ki, izləyirlər sizin kanalları. Onu tövsiyə etmək istirdim ki, yəni olsun IELTS hazırlığı, olsun başqa bir hazırlıq, olsun koçluq, bilmirəm, təhsil alacaqları, təhsil ocaqları və s. seçim edəndə bunu qonşum edib deyə yox. Həqiqətən mən bunu istəyirəmmi? Ona görə bu seçimi etsinlər. Bəlkə də sən tamamilə başqa bir yerə gedib, başqa bir sahədə uğurlu olacaqsan. Yəni bu şansı öz əlindən niyə alırsan? Həyat insana bir dəfə verilir və əslində həyat çox qısadır. Bizə elə gəlir çox uzundur. Təəssüf ki, uzun deyil. Ona görə də öz istədiyinin, öz arzularının arxasınca qaçmağı hər kəsə tövsiyə eləyirəm. İlk növbədə bunu vizualizasiya etsinlər, özlərini orada görsünlər. Sonra mütləq şəkildə addımları, planlı hazırlasınlar, sonra ona doğru irəliləsinlər. Çünki ancaq vizualizasiya ilə olan iş deyil. Sizə təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Yəni davamlı sezon 1, sezon 2 hissələrini çəkmək istəsəniz mən hazıram. Sevə. O qədər suallar var ki, mənim beynimdə. Yəni bu sualların editi bizim nə qədər saatımız aldı. Bu sualı vermə çatdırmayacağıq, o sualı vermə çatdırmayacağıq. Yəni nə qədərsə sizdən ala bilib izləyiciyə çatdıra bildiksə, nə xoş bizə, siz zövq aldınızsa, yenə də nə xoş bizə həqiqətən. Ən çox o tezləşdirmiş hissəni bəyəndim. Minnətdaram, mən də çox sevdim. Cavabları çox sevdim əsasında. Çünki deyirəm, mən bu gün sən çox gözləmədiyim cavab aldım. Yəni bu bura gələcəksə, gəlməyəcəksə, qalacaq, qalmayacaq bilmirəm, amma sözün səmimi mənasında elə suallar var idi ki, o cavabları gözləmirdim. Pozitiv mənada. Daha necə deyirlər, dərin deyim məncə cavablar aldım. Sadəcə təcrübəniz üçün minnətdaram. Bölüşdüyünüz üçün minnətdaram. Çox sağ olun, təşəkkür edirəm. Mən minnətdaram. Əziz izləyicilər, bizdən bu podkastlıq bu qədər. Kanalımızı bu mənim artıq Azərbaycan dilimin sonuydu. Kanalımızı izləyib gələcək qonaqlardan xəbərdar olaraq həm IELTS, həmçində inkişafınızı dəstəkləyəcək məzmunlarımızı qaçırmayın. Fikirlərinizi və ya sizi maraqlandıran hər hansısa bir sual varsa, şərh bölməsinə əlavə edə bilərsiniz. Gələn görüşlərə dək. Hələlik.